maraqlı bir sevgi haqqında deyim var. Deyir, 3 cür sevgi var həyatda. Birinci sevgi çünkidir. Səni sevirəm çünki gözəlsən. Səni sevirəm çünki sən məni sevirsən. Bir də var ikinci sevgi var. İkinci sevgi o yəqin ki əyərdir də. Ay sağ ol. Belə çıxır. Səni sevirəm əgər sən məni sevirsənsə. Səni sevirəm əgər sən bura gələcəksənsə. Səni sevirəm əgər sən də məni sevsən. Məncə ən yaxşısı üçüncüdür də. Rəğmən. Səni sevirəm, sən məni sevməməyinə rəğmən. Yəni sən gözəl olmamağına rəğmən mən səni sevirəm. Üçüncü rəğməndir. Məncə ən gözəl sevgi rəğməndir. Yəni nə olur olsun. Nə olur olsun. Ortada nə olur olsun mən səni sevirəm. Heç nəyə baxmayaraq buna rəğmən mən səni sevirəm. Məncə həyatımızda rəğmən insanlar tapmalıyıq. Biz də rəğmən sevməliyik, bizi də rəğmən sevməlidirlər. Qarşılıqlı. Deyir, əgər səni milyon insan sevirsə, mən onlardan biriyəm. Əgər səni yalnız bir nəfər sevirsə, o mənəm. Əgər səni heç kim sevmirsə, deməli mən yoxam. Ay yaxşı. Bəh. Gör nə qəşəngdir. Milyon adamın içində də özünü görür. Yəni gör nə qədər egoizmdən kənar bir adamdır da. Deyir nə deyib yox. Onlardan biri də mənəm. Biri mənəm. Əgər bir nəfər sevirsə, o yenə mənəm. Əgər səni heç kim sevmirsə, milyon nəfər də silir. Səni heç kim sevmirsə, bil ki artıq mən yoxam. Kafkadır. Kafkadır. Milleniya məktublarda yazır. Sonra bir dənə söz var idi. O çox gözəl sözdür. Deyir, mən səni sevirəm, ölməzsən heç vaxt. Gör nə qəşəng sözdür. Məsəl üçün, sən əgər bir şairsənsə, həmin qadına şeir yazırsansa, sən də ölüb gedirsən, qadın da məsəl üçün ölüb gedir, amma o şeir bu dünya var olduqca, onu oxuduqca, dinləndikcə ölməsin və yaxud da bir rəssamsansa, bir qadının şəklini çəkirsənsə, qəşəngsən. Çox yaxşıdır. Mən səni sevirəm. Ona görə deyirlər də sənət ölmür də, yəni qalan sənət olur. Bəli. Nə qədər orada arada adamlar dəyişir, keçir, gedir, amma biz Nəsiminin şeirlərini, Sabirin şeirləri qalır. Yəni sənət və sənətkarlar ölmür. İndi düzdür, indi elə bir şeydir ki, sənətkarlıq da qarışdırılıb da, indi bilinmir kim sənətkardır, kim nə, amma zaman öz sözünü deyir. Bəli. Yəni, o ələkdən keçirir, mütləq keçirir. Bir əsr sonra xatırlanırsa, deməli bu sənətkardır. İndi biz nə qədər də desək ki, filan kəs deyil, onu zaman göstərəcək, xalq özü göstərəcək də. Bir də belə bir söz var, xalqın gözü tərəzidir. Mən buna çox inanıram. Vallahi, xalq çox yaxşı bilir kim kimdir, kim necədir, kim nəçidir, kim nə üçün elədir, nə üçün eləmir. Düzdür, indi bəzən dəyər verib verməsə belə içində bilir xalq. Yəni, İçində xalq öz sənətçisini sevir, xalq öz sənətçisinə küçədə hörmət eləyir. Harada da görsə ona maddi də şey eləməsə bir əllə görüşüb ona çox sağ ol deməyi bacaran xalqdır. Yəni, inan mənə, xalqın gözü tərəzi, bizim xalqımızın doğrudan da gözü tərəzidir. Yaxşını pisdən çox yaxşı ayırırlar. O da pislər də var, o qaldırdıqları pis. O bilir ki pisdir. Gözünə qalır. Onlarla məzələnir xalq. Yəni bu çox populyar adamla görmüsən məzələnir xalq. Amma nə olur olsun. Onlara şey kimi baxır. Onların bir dönəmi olur. Gəlir, yıxılır, gedir. Gəldi, göründü, sağ ol. Gəldi, xalq bu ilə məzələndi, atdı ona buna. Elə bir ki, videolarını atdı, dedilər, güldülər. Sabun köpüyü kimi yox olub getdi. Amma xalq sözə, sənətə, yəni necə deyə bilərsən ki, xalq sənət sevmir? Bir şey ki, Nəsimini bu vaxta kimi gəlib çatdırıbsa, yəni Füzuli bu vaxta kimi gəlibsə, Nizami gəlibsə, Sabir, Cəlil Məmmədquluzadə, Axundov, bütün bunlar gəlib buracan çıxıbsa, mütləq ki, xalq sevir bunları. Sadəcə azı, çoxu, başa düşüb düşməməyi var. Amma bir nəsil gəlir, bir də görsən ki, belə bir şey var, bir nəsil gəlir, bir şeiri o qədər sevir ki, heç öz nəslində bu qədər sevilməmişdi.
Yəni sənət də odur da. Partlayır. Hə. Mahnılar da var elə. Məsələn bir klassik mahnı var ki, indi partlayır. Baxırsan YouTube-a girsən 10 il əvvəl paylaşılıb, indi modada düşdü. Yəni mütləq ki, yaxşı sənətdirsə bunun öz vaxtı var. Bəli. Hardasa gəlib çıxacaq. Ona görə indi əgər kimsə like-la, kimsə baxış sayı ilə ölçürsə səhvdir. Yəni incəsənət adamlarını baxışla, like-la ölçmürsən. Sənin elə bir sözün ola bilər ki, 10 nəfər təsir eləyər, amma vaxtı gələr 1 milyon baxar ona. Bunu da həm də özümüz üçün deyirəm ki, həvəsdən düşməmək üçün deyirəm də. Yəni bu incəsənət lotereya kimidir. İncəsənət adamlarının lotereyası kimidir. Sən oynayırsan, burada yaxşı da tuta bilir, jackpot da partada bilirsən, sadəcə boş da çıxa bilir. Amma məncə nə vaxtsa indi düzü belə həddən artıq çox baxış gəlmir. Amma məncə indi gözləmirəm. Məncə nə vaxtsa həqiqətən də bu videolara baxıb nəsə öyrənəcəklər. Bəs necə? Nümunə göstərəcəklər. Çünki burada pis heç nə yoxdur da. Eynilə. Necə ki elə o indiyənə kimi necə gəlib çıxıb, o elə videolar, məsəl üçün elə sənətçilər olub ki, onların videoları yoxdur da, kaş olardı, ona baxardılar. İndi bizim bəxtimiz orada gətirib ki, bir şey qoyub gedə bilirik. İndi kimsə yazı qoyurdu, o gəlib çatana falan. İndi biz burada mən video yükləyirəm, məsəl üçün 400 nəfər özündə saxlanət eləyir, o 400-də qaldı da o video. Hardasa itib batsa belə, hardasa çıxacaq. Fırlanıb çıxacaq, hə. İndi misal üçün mütləq ki, elə şeirlər, elə şeylər vardı ki, o illərlə itib getdi də. Batdı o şeydi, bataqlıqda. İndi biz də bunun içində çalışırıq ki, bir nəsə maraqlı fikir, kimisə fikrini dəyişəcək, kiməsə təsir edəcək bir söz, kimisə yumşaldacaq, kimsə məsəl üçün daha qəddar olacaqsa, hansısa bir fikirdən sonra, hansısa bir şeirdən sonra nəsə dəyişər. Yəni bu dünyanı gözəlləşdirən incəsənət adamlardır. Elədir. Bəlkə də misal üçün də bu videoya baxıb kimsə bir maraqlı bir ideya verə bilər. Bəli. Maraqlı bir fikir verə bilər. Misal üçün bəlkə deyə bilər ki, qonaq dəvət eləyin. Misal üçün deyirəm də. Yəni hər cürə fikir ola bilər də. Bəlkə də biz misal üçün burada canlı açıb belə çəksək, məsələn, həmin canlıya nəsə yazsalar, onları səsləndirsək, və yaxud da misal üçün bir telefon olsa, o telefona zəng eləyib burada diktafona qoyub həmin canlı qulaq asa bilərik. Hə, qulaq asa bilərik, səmimi söhbət eləyə bilərik. Əslində yaxşı fikirdir. Məsəl üçün bir nömrədir, ora sevgi hekayəsini atır. Biz qulaq asırıq, yaxşılarını səsləndiririk burada. Sanki o da buradaymış kimi söhbət eləyirik. Lap canlı da zəng eləyə bilər. Əgər canlı atsa, canlı da zəng eləyə bilər. Hər bir halda bu sənət söz sənəti, danışıq. Söz heç vaxt ölməyəcək. Sözün Allahsan, Allahın sözü. Nə qədər ki söz var, biz də olacağıq. Bu əlvida şeyinə oxşadı. Elə. Sağ olasınız. Bir də bunu çəkməyəcəyik. Amma inşallah ki biz kəsib paylaşıb yaxşı nəticə alırıq, amma YouTube-da yaxşı nəticə alırıq, təəssüf ki. Görək. Yaxşı olar inşallah. Gözləyək. O ancaq Ramiz Röşəndən deyir, bir dənə də söz yadıma düşdü, xoşuma gəldi. Deyir, bir yox sənin ömrün 2 romandır, biri Tanrı yazan, biri sən yazan. Gör nə qəşəng sözdür. Bax bu bəlkə də o bəlkədir. Deyir, bir yox sənin ömrün 2 romandır, biri Tanrı yazan, biri sən yazan. Bu necə ayıra bilərsən ki, bu yəqin ki öz qərarındır, amma özün də qərar verəndə nəsə olana desən ki, bəxt talih belə yazılıb. Belə məsləhət. Belə bir bumerangdır, fırlanır, gəlir eyni yerə, fırlanır, gəlir eyni yerə. Ümumiyyətlə bu həyatın cavabını tapsaydıq mənasız olardı. Mənasız olardı. Elə bu həyatı bizi həyatda saxlayan cavabını tapa bilmədiyimiz suallardır. Bir ömür boyu axtarırıq. Bizdən qabaq da axtarıblar. Bizdən qabaq da gəliblər, sual veriblər, tapa bilməyib ölüb gediblər. Biz də onlardan biriyik. Yəni tapa bilməyəcəyik. Sehri, sirri tapa bilməyəcəyik. Elə Allahın da böyüklüyü ondadır ki, biz onu bilirik, amma tapa bilmirik. Yəni hardadır, necədir, niyə var, niyə bu var? Bunların cavabını bilsəydik məncə mənasız olardı. Biz də böyük olardıq. Biz ona görə onun qarşısında acizik ki, biz sadəcə
yaşayıb gedirik, bizə bir zaman verilib, o zamanın içində nəsə eləyirsən. O da sənin üçün böyükdür, kimin üçünsə çox balacadır. Bəlkə də sənin 50 ilin bir yuxuydu. Oyanacaqsan, bitəcək bu dünya. O var da, burada bir insan ömrü, o dərgahda neçə saniyədə, o tema var. Doğrudur. Var. Bəlkə də bu sadəcə bir güləcəksən özünə kənardan, bəlkə gedəcəksən əbədiyyat dünyası var, oradan göstərəcəklər sənə bir yuxu kimi bütün gördükləri bir ekrandan deyəcəksən ki, ayda. Kaş bunlar eləməzdi. O bir dənə söz var deyir. Kaş. Öləndə deyir, həyatın bir yuxu kimi gəlib keçəcək gözümün önündən. Mən sən olan hissədə gülümsəyəcəm. Bəh. Mövzu amma qəşəng sözdür. Çox romantiksən. Amma yox, çox romantikdir. Mən biraz dilim acıdır. Mən öləndə ağlamağa bütün dostlar sağ ola kaş. Bu da Ramiz Röşən. O ancaq Ramiz Röşəndir. Adam neyinibsə, yaradıcılığı... Vaqif Səmədoğlu'nun kitabını hədiyyə verdilər mənə, ondan da oxuyacam. Vaqif Səmədoğlu da çox o çox başqa cür yazır, çox başqa cür yazır. Mənim də kitabı veriblər, oxuyuram. Nə var idi ondan? Deyir ki, ayrılıq bir dənizmiş, sən uzaq yaşın olar, əsəzə var. Sonra yada sal məni də onu. Sonra şey var idi, deyir ki, ola bilər nəysə səhv deyir. Deyir ki, Vaqif Səmədoğlu deyir ki, Allah varsansa kömək elə, yoxsansa eyb yox. Yoxsansa eyb yox.